Bir dənə bir məsələ dedi, bir dənə hüquqşünas çağıra qoy bu məsələ hüququn qiymət. Dedim, Ali bəy, sən bəs hüquq fakültəsini qurtarmamısan. Yoxsa onda lazım deyil, mən eləyəm, deyin görək hansı məsələ nədir, beynəlxalqda bu necədir, o necədir, bu necədir. Yəni, həm də oxumamış, savadsız bir adamdır. Yaxşı ritorikası var idi, indi müsbət tərəflindeyim. Boy buxunu vardı, vidi var idi, geyiminə zada çox diqqət edir, ətrafında telexranatellər, mühafizələr və s. və s. belə şeylər təşkil edilmişdir. Bunlardan süni görüntü yaradırdı, bir lider görüntüsü özünə. O imicinə çox diqqət edir, görüntü yaratmır, elə özünü belə bir havaya girmişdir ki, o Azərbaycanda lider odur, müxalifətin lideri odur. Ona görə də ümumi müxalifətdən fərqlənmək üçün bəzən müxalifətin də, xalqın da maraqlarına zidd addımlar atıb tək fərqlənsin. Yəni, bunda bir fərqlənmək xəstəliyi var idi. Yəni, o istəməzdi ki, hamı kimi düşünsün, hamı kimi. Bir yerə gedəndə, məsələn, dəyirmi masa olardı ya belə, həmişə çalışardı yuxarıda tutsun, birinci bu danışsın, saatlarına. Məsələn, mən həmişə gedəndə, bütün müxalif partiyalar oturaram ən aşağıda. Mənə deyəndə ki, gəl yuxarı, gəl yaşıma görə, yəni partiyamızın hörmətinə görə. Mən həmişə deyəmcə, zarafat edim ki, burada oturmuşam ki, qaça düşsəm, ondan tez çıxam. Amma bəzi adamlar vardı, o stolun başında yuxarıda durmağı uğrunda mübarizə vardı.